Ən çox bəyənilən mətbəx studiya layihəli qonaq otağı necə olur? Gəlin əziz dostlar, sizlərə göstərim. Gözəl bir qonaq otağı ön hissəsində sürgülü qapılarla ayrılmış bir mətbəx sahəsi, sağlı sollu dolaplar və beləcə mətbəxə havalanması üçün önündə pəncərə olur və nümunəsini göstərdiyim mənzildə eyni zamanda bir eyvan var. Dəyərli izləyənlər, 106 kvadrat 3 otaq mətbəx studiya mənzildə qonaq otağını az öncə gördünüz. Bura isə mənzilin birinci yataq otağıdır. Çox gözəl geniş bir sahəsi var, döşəmə parketdir. İşıqlı bir mənzildir, pəncərələr hamısı vitrajdır. Bu yataq otağı əşyalıdır və daxilində sanitar qovşaq var. Ümumi olan sanitar qovşaq. Və son olaraq ikinci yataq otağı, eyni eyvana giriş-çıxış buradan da mövcuddur. Bu yataq otağında yataq dəsti üçün artıq dekor hazır şəkildə qoyulub. Mənzil Nərimanovda Metroparkın yaxınlığında yerləşir. Ətraflı məlumatları sizlər üçün qeyd etmişəm. Mənimlə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın.